Yəni fitnələr o qədər şiddətli olacaqdır ki, az bir müddət ərzində yəni insan dəyişəcəkdir. Yəni bu da bizdən tələb edir ki, davamlı olaraq imanımızla maraqlanmağı, onu qorumağa çalışmalı. Çünki insan davamlı maraqlanarsa, onun yenilənməsi üçün, artması üçün səbəblərdən tutarsa, qorunmasına səbəb olar. Yox, əgər ona biganə yanaşarsa, o da azalır və o qədər azalır ki, axırda heç nə qalmır. Necə ki, sələflərdən birinə sual verilir ki, iman artırmı? Deyir, bəli, artır. O qədər artır ki, dağlar qədər olur. Deyir, bəs azalır mı? Deyir, azalır. Və o qədər azalır ki, axırda heç nə qalmır. Yəni, imandan heç nə qalmır. Yəni, bu da onu bildirir ki, məsələ təhlükəlidir. Yəni, insanın düşündüyü kimi deyil. Kim yəni artıq gəlmişəmsə, yəni bu yolu getməyə nə var ki? Yəni, elə də asan deyildir. Çünki yəni bu yolda insanın qarşısına çoxlu fitnələr çıxır. İnsanı yayındıran və qiyamət yaxınlaşdıqca fitnələr daha da çox olacaqdır. Və Allah Resulü sallallahu aleyhi və səlləm digər bir hədisində buyurur ki, İnnəl imanə lə yaxlaqu fi cəvfi əhadikum kəmə yaxlaqu thawb. Yəni, sizin boşluğunuzda olan iman paltarın köhnəldiyi kimi köhnəlir. Fəsəlullaha ən yücəddidə imanəkum. Və Allah Teala'dan imanınızın təzələnməsini istəyin buyurur. Deməli, günlərin və gecələrin keçməsi özü özlüyündə imanın azalmasına təsir edir. Və üstəlik, baş verən hadisələr, fitnələr və günahlar və asiliklər, bütün bunlar hamısı insanın imanını zəiflədir. Və Allah Teala'nın bizə olan nemətindəndir ki, fəzilətli günlər, fəzilətli aylar təyin edib və o günlərdə və o aylarda insan imanını yeniləməsinə səbəbdir. Əgər insan düzgün istifadə edərsə. Yəni, içərisində olduğumuz bu ay olduqca mübarək bir aydır. Və burada olduqca böyük fürsətlər vardır.